Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men ihtedahu bihudahu ila yevmiddin. İslamın fəzilətinin risaləsinin mövzuları, İslamın təfsirinin bəyanı, İslamın fəzilətinin bəyanı, bidətin və onun böyük günahlardan da daha şiddətli olmasının bəyanı, haqqı öyrənməyin və dində çıxan yenilikləri, növlərini aradan qaldırmağın bəyanı, İslam dinində ilk başlanılacaq məsələlərin bəyanı, bidətlər zahir olduqda sünnəyə önəm verməyin bəyanı, İslam dininə verilən ləqəblərin və şüarların araşdırması və İslam dininə bütünlüklə daxil olmağın və təfriqəçilikdən uzaq durmağın vacib olmasından danışır. İslamın fəziləti deyildikdə nə qəsd olunur? Birinci, İslamın öz-özlüyündə və digər dinlərdən olan üstünlüyü. İkinci, İslam əhlinin fəziləti. Üçüncü, İslamı qeyri dinlərə, qeyri ümmətlərə daşıyan Muhammed sallallahu aleyhi ve sellemin ümmətinin fəziləti. Dördüncü, uca Allahın İslam ümmətini, İslam əhlini digər dinlər üzərində hüccət edərək onların qəlblərini nurlandıracaq dəlillərin nazil etməsinin bəyanı. Beşincisi, uca Allahın İslam əhlinin payını 2 dəfə artıq verməsi və onları şübhələrin, şəhvətlərin, zülmətlərindən çıxardan nurun nazil etməsinin bəyanı. Altıncı, uca Allahın İslam əhlinin günahlarını bağışlaması və sonuncusu, qiyamət günü haqq hesabda əməllərin tərəzidə ölçülməsində və cənnətə daxil olmaqda hər kəsi qabaqlayacaqlarının bəyanından danışır. İslamın fəziləti risaləsi bu cür başlayır. Bismillahirrahmanirrahim və bihi nəstəin. Bəbu fadlil İslam və qavlullahi Teala. El-yevmə əkməltu ləkum dinakum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İslamə dinə. Mərhəmətli və rəhimli Allahın adıyla və ondan istəyərək başlayırıq. İslam dininin fəziləti babı. Uca Allah belə buyurur. Bugün sizin üçün dininizi kamil etdim. Sizə olan neymətimi tamamladım və sizin üçün İslam dinini seçib razı qaldım. Bugün sizin üçün dininizi kamil etdim. Bu ayənin nazil olma vaxtı Peyğəmbər sallallahu aleyhi ve sellemin cümə günündə Arafa dağında vəda həccində dayandığı vaxt nazil olmuşdur. Vəda həcci Peyğəmbər sallallahu aleyhi ve sellemin son etdiyi həcc idi. Peyğəmbər sallallahu aleyhi ve sellem ömründə bir dəfə həcc edib və o həccə də vəda həcci deyilib. Çünki ondan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat etdi bir müddət sonra. Sizin üçün dininizi kamil etdim. Kamillik deyildikdə dinin şüarları, onun fərzləri və həmin vaxtda nazil olan zahir həcc əhkamlarının kamil olması qəsd olunur. Və yaxud da ümumi İslam əhkamlarının kamil olması deyilir. Və ətməmtu aleykum ni'məti və sizə olan neymətimi tamamladım. Neymət isə 2 cürdür. Dünyavi və dini neymət. Dini neymət deyildikdə İslam dini nəzərdə tutulur və insanların öz dinlərində ehtiyac olan məsələlərinin bəyanı qəsd olunur. Dünyavi neymət isə o da yenə də İslamdır. Çünki Uca Allah İslamdan tutunacaq insanların gözəl həyat yaşayacaqlarını vəd vermişdir. Uca Allah belə buyurur. Mən amilə salihan min zəkərin əv unsə və hu mu'minun fələnuhiyyənəhu həyatan tayyibə. İman gətirib İstər kişi, istər qadın olsun, salih əməl işləyənlərə gözəl həyat yaşadacaq. Və raditu ləkumul İslamə dinə və sizin üçün İslam dinini seçib razı qaldım. Razılığın əsəri də Uca Allah İslam dinini götürən və onda doğru yolda olan barədə razı qalacaq. Və belə olduqda Allah onun əhlini, yəni İslam əhlini sevər və razı qalar və Allahın da razı qaldığı kimsəyə Uca Allah xüsusi yaxınlıq müvəffəq edər. Uca Allah buyurur: İnnəllaha ma'allezine ittaqav vellezine hum muhsinun. Həqiqətən Allah ondan qorxan və salih əməllər işləyənlərlə birlikdədir. İslam dininin bu ayədəki növü xüsusi növdür. Çünki İslam dini 2 növdür. Ümumi İslam, xüsusi İslam. Ümumi İslam deyildi bütün peyğəmbərlərin getirdiyi din. Xüsusi İslam deyildikdə isə Muhammed sallallahu aleyhi ve sellemin ümmətinə gələn İslamdır. Çünki Uca Allah buyurur: "Və raditu lekumul İslam dini." Sizin üçün İslam dinini seçib razı qaldım. Sizin üçün deyildikdə Muhammed sallallahu aleyhi ve sellem ümməti deyilir və buradakı İslam xüsusidir və bu qədər. Sallallahu aleyhi ve sellem Muhammedin və alə alihi və sahbihi ecmaîn.